Bizə deyir ki, 2 metil buten 1. Gəlin bunu çəkək. 2 metil buten 1-i çəkmək üçün 4 karbon çəkirəm. Buten dediyinə görə, buten 1 dediyinə görə bura 2 qat atıram. 2 metil dediyinə görə də bura metil atıram. Sonra da tamir olan hidrogenləri yazıram bura. Uşaqlar, baxın belə. Bizə nə deyir burada? Bizə deyir ki, 2 metil buten 1 molekulunda neçə sigma rabitə? sp3s. Birinci karbonların hibrid vəziyyətlərini yazaq üzərində. Uşaqlar, mənə deyin görək karbonlar hansı hibrid vəziyyətində? 2 qat rabitəli HCl ilə karbonlar. tək olan karbon sp2-dir. Tək olan karbonlar da bilirik nədir? Tək olan karbonlarda sp3 adı. Bizə deyir sp3s. sp3s. sp3s S hidrogen deməkdir uşaqlar. sp3s deyirsə, siz sp3-dəki hidrogenləri götürməlisiniz. 2 dənə, 3 dənə, bu da 3 dənə. Edir toplam 8. 3, 3, 2. Toplam edir neçə dənə? Baxın bir dənə. 3, 3, 2 edir toplam 8. Əgər sizə sp2 istəsəydi, sp2-dəki hidrogenləri götürərdiniz. 2 və 2. Əgər sizə sp2, sp3 desəydi, bir dənə 2. sp3, sp3 desəydi, 1. sp2, sp2 desəydi neçə olardı? Kim deyər? sp2, sp2 desəydi. sp2, sp2. Aha, sp2, sp2 desəydi neçə olardı? 1. Bir dənədir uşaqlar. Saçı burada 2 deməyin, ha, burada pini götürmürük. Söhbət sigma rabitədən gedir. Baxın, sigma rabitə. Hibrid orbitalların örtülməsi də sigma rabitə yaradır. Pini yaratır. Həmişə çox qatdan bir dənəsini götürər. Çünki pi rabitə, baxın, bu yolla yaranır. Hibridləşməmiş 2 dənə p orbitalının örtülməsindən. Ümumi kimyada bunları biz demişdik, bax.